bilirsiniz, bu əsl təbiətin səsidir. Salam əziz valideynlər və müəllimlər. Biz bugün bağçada sadəcə gəzmədik, dünyanı dinlədik, toxunduq, müşahidə etdik. Həm də təbiətlə danışdıq. Gəlin bu kiçik dünyanı balaca kəşfiyyatçıların gözü ilə birlikdə müşahidə edək. Görək bizim eşitmədiyimiz nələri onlar hiss edir. Are you really my dad? You're old and sad. So diggity 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 hey. 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 In this life you don't exist. Don't tell me what to do when you lose your mind and your liver fails too. In this car I don't exist. Don't tell me what to do. I like it in the dark and your house is haunted too. Are you really my mom? Biz para büzən və qarışqaları izləmək uşaqda canlı aləm haqqında ilk anlayışları formalaşdırır. Onlar necə hərəkət etdiyini, torpağın altında və ya ağacın qabığında necə yaşadıqlarını görmək uşaqda tədqiqatçılıq ruhunu oyadır. Torpağa toxunmaq, çiçəklərin qoxusunu duymaq və ağacların qabığını hiss etmək uşaqların duyğu üzvlərini aktivləşdirir. Bu yaşda uşaqlar dünyanı toxunaraq və hiss edərək öyrənirlər. Uçan bir kəpənəyi gözlə izləmək və ya kiçik bir qarışqanın yük daşımasına baxmaq uşaqlarda fokuslanma və vizual diqqəti gücləndirir. Canlılara toxunmadan, onları incitmədən müşahidə etmək, məsələn, parabüzənin əlində gəzməsi uşaqda təbiətə qarşı mərhəmət və məsuliyyət hissi yaradır. Yeni sözlər, ildiz, qabıq, qanadlar və s. öyrənmək və gördükləri haqqında suallar vermək onların söz ehtiyatını zənginləşdirir. Torpağa toxunmaq, torpağın temperaturunu, nəmini və teksturasını yumşaq, bərk, dənəvər hiss etmək beyində yeni sinir əlaqələri yaradır. Tullanma zamanı uşaq bütün bədənini eyni anda idarə etməyi öyrənir. Qolların və ayaqların sinxron hərəkəti beyin yarımkürələri arasındakı əlaqəni gücləndirir. Bu gələcəkdə daha mürəkkəb fiziki hərəkətləri yerinə yetirmək üçün təməldir. Puxları üfürmək hərəkəti, ağız və üz əzələrini gücləndirir. Bu əzələlərin inkişafı uşaqların səsləri düzgün tələffüz etməsinə və nitqin aydınlaşmasına birbaşa kömək edir. Uşaqlar təbii yolla nəfəsini idarə etməyi, dərindən nəfəs alıb hədəfə doğru yönəltməyi öyrənir ki, bu da ağciyərin inkişafı üçün faydalıdır. Belə ki, təbiətlə təmas uşağın stresini azaldır. Uşaq canlı olanla birbaşa təmas qurur. Bu da onda təbiətə qarşı qorxu deyil, maraq hissi oyadır. Diggity hey.